Milli yenə uduzdu. İslandlar gəldilər, bizə 2 şillə vurdular, getdilər. Hələ hörmət elədilər, ondan çox da vura bilərdilər. Suallar yaranır. Niyə Abbas Hüseynov meydanda gəzir? Oynamır ha, gəzir. Və bunun indi qohumları, əqrabaları var düzdür. Amma onu meydana buraxırlar millinin formasında. Ayxan Abbasov da izah eləyir ki, Abbas yaxşı formadadır. Öz klubunda oynamasa da və Xaybullayevlə müqayisə aparır. Xaybulayev meydanda heç olmasa vuruşur. Onu bunu yıxsa da nəsə çalışır eləsin. Daha Abbas kimi meydanda gəzmir. Onu qoydu qırağa. İndi qabaqdan Fransa ilə oyun gəlir. Fransızlar dünənləri Ukraynanı 4-0 hesabı ilə darmadağın elədilər. Mən qorxuram, çəkinirəm hesabı deyim ki, bizim başımıza nə oyun gətirəcəklər. Onu Ayxan otursun, fikirləşsin. Düzdür, Ayxan da fikirləşir və çalışır ki, millidə az oynayan futbolçuları bir növ başqa klublara keçirtsin və o klublarda futbolçular təcrübə yığsınlar. Amma hansı klub öz futbolçusunu buraxar? İnanmıram. Ona görə gəlin oturaq gözləyək, görək ki, fransızlar bizə nə qədər vuracaqlar. Biraz dua eləyək. Bəlkə kömək oldu.